Bir məsələyə istəyirəm işarə edəm ki, bizim dilimizdə bu istifadə olunur, amma gərək istifadə olunmuyor. Məsələn, görsən bir uşaqdır, 10 yaşlı uşaqdır, məsələn, yeniyetmə vaxtıdır, nadincdir, bir yerdə qalmır, şuluqluq edir, şuluq uşaqdır. Görsən, bir çox insanlar mən müşahidə eləmişəm ki, istəyirlər deyərlər ki, məsələn, bu uşaq şuluq uşaqdır, nadinc uşaqdır, bir yerdə qalmayandır, dinc oturmur, çox vələduzna uşaqdır. Bu yaxşı söz deyir. Vələduz zina, yəni zinadan əmələ gələn, zinazadə. Bəziləri bu sözü deyir, bilmir heç mənası nədir. Ona görə belə hallarla rastlaşanda bunun qarşısını alırsa, başa salırız ki, bu nə deməkdir. Ki, qardaş, bu uşaq, bəli, əvvələn uşaq nadinc olar. Uşaq şuluqluq eləyər. Böyük gərək şuluqluq eləməsin. Böyük gərək nadinclik eləməsin. Uşaq hamı qəbul edir ki, normal uşaq ki, xəstə deyir, normal uşaqdır, gərək şuluq ola. Uşaq uşaqlığında nadincliyin, şuluqluğun etməsə, oynamasa, atılıb düşməsə, deməli, ya xəstədir, ya başqa problem var. Nadinc uşaqdır, bəli, bu sözü deməyir, üstünə şuluq uşaqdır, bir yerdə qalmır.